Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər, əziz valideynlər, kanalımızın əziz izləyiciləri. Liseylərin birində baş verən güllələnmə hadisəsi ilə bağlı öz fikrimizi bölüşmək istəyirik. Bu, təbii ki, bizim şəxsi subyektiv fikrimizdir. Kimsə bundan razı olmaya bilər, kiminsə başqa bir fikri ola bilər. Bu halda siz kommentlərdə bunu zəhmət olmasa, etik qaydalar çərçivəsində, etik normalar çərçivəsində bildirə bilərsiniz. Biz hadisənin özünə çox toxunmayacağıq. Bizə məlum olan odur ki, bir nəfər yeniyetmə şagird öz müəlliməsini ov tüfəngi ilə güllələyib. Biz sadəcə o səbəblər, onu yaradan səbəblər və o səbəbləri necə aradan qaldırmaq olar deyə bir fikir mübadiləsi aparacaq sizinlə. İlk öncə məktəb dövründən öncədən başlamaq istəyirəm. Hər bir şagird dediyimiz şəxs bir ailədən çıxır. Bir ailənin yetirməsidir, bir ailənin uşağıdır. Ailədə uşaq hansı mühitdə böyüməyi, onun ailədən hansı tərbiyə görüb çölə çıxmağı çox vacibdir. Azərbaycanda bir tendensiya mövcuddur ki, uşaq böyüyəcək, başa düşəcək, hər şeyi anlayacaq zamanla. Bu belədir, bəli. Amma onun anlamağında bizim də rolumuz çoxdur. Biz uşağın əqli və mənəvi xüsusiyyətlərinə çox diqqət etməliyik. Bu uşaq da öz həmyaşıdlarına qarşı və yaxud da özündən balaca və yaxud da böyük uşaqlara qarşı bir aqressiya varmı, bir qorxu varmı? Qorxu varsa, onun səbəbini araşdırmaq lazımdır. Bəlkə kimsə tərəfindən bullyingə məruz qalır, yəni kobud rəftara, nalayiq sözlərə məruz qalır. Onu vaxtında tapmaq lazımdır, hansı ki, bir çox valideynlər onun üstünə düşmür. Ailədə bu uşaq aqressiya görməməlidir. Çünki ailədə görünən aqressiya birbaşa uşağın gələcəyinə təsir edir. Uşağın əgər müəyyən psixi pozuntularını, davranış pozuntularını, mənəvi problemlərini görürsünüzsə, bunu vaxtında müvafiq mütəxəssislərin köməyi ilə aradan qaldırmaq lazımdır. Bunu zamana saxlamaq, ertələmək qətiyyən olmaz. Və bir şey də qeyd edim ki, Türkiyə çarə üsullardır, sonra qorxu almaqdır, çıldaqdır. Bu kimi şeylərdən heç vaxt istifadə etməyin. Bunlar əksinə uşaqda daha böyük problemlərə yol aça bilər. Daha böyük fiziki və əqli çatışmazlıqlara, hətta sıxıntılara, problemləri gətirə bilər. Nəyə öyrətmək lazımdır? Uşağa mərhəmət. İlk öncə bir insan elmli ola bilər, bir insan hansısa bir sahənin mütəxəssisi ola bilər. Amma o insanda mərhəmət hissi yoxdursa, o insan ən qəddar, ən yırtıcı heyvandan belə qəddar olacaq. Uşağın psixologiyasında böyük rol oynayan ən vacib faktorlardan biri də onun düşdüyü ətraf mühit, onun izlədiyi proqramlar, onun izlədiyi cizgi filmlərdir. Bu ətraf mühit deyəndə nəyə diqqət eləmək lazımdır, ən əsas nəyə? Yəni, bu hansı uşaqlarla oynayır? Onun oynadığı həmyaşıdlarının xüsusiyyətləri, nə bilim, müxtəlif cür elmi, fiziki, mənəvi, bunlar hamısı nəzərə alınmalıdır. Və o, həmin ortamda özünü necə aparır, həmin sizin uşağınız. Əgər ki, bullyingə və zorakılığa meyilli bir ortamdadsa, onu oradan mütləq uzaqlaşdırmaq lazımdır. Çünki hər bir şəxs ortamdan müəyyən bir şeylər alır, ailə tərbiyəsindən başqa. Ortam məsələsini həll elədik, keçdik daha bir böyük problemə. Bu problem də nədir? Uşaqlar, bir çox valideynlər uşaqlarını çox kiçik yaşlarına, hətta bir neçə aylığından cizgi filmlərini öyrədirlər. Verirlər əllərinə telefonu, özləri dururlar bir qıraqda, uşağım sakitdir, mən də öz işimi görürəm. Amma bu gələcəkdə nitq gecikməsi, davranış pozuntuları, sonra fiziki geriləmə və bir çox hallarda autizmə kimi gedib çıxa bilər. Peki, cizgi filmi də lazımdır. Təbii ki, onun tərkibi nəzərə alınmaqla, yaş uyğunluğu gözlənilməklə ona göstərmək olar. Amma çox az saatlarla, limitli saatlarla təbii ki. Bu göstərdiyiniz cizgi filmləri uşaqlarda gələcəkdə autizm, nitq gecikməsi,
aqressiya, fiziki gecikmələr, yəni fiziki inkişafda gecikmələr kimi problemlərə yol aça bilər. Bunun qarşısını almaq üçün körpənizi hətta kiçik aylarından başlayın ondan ünsiyyət qurun. Onunla gözəl ünsiyyət qurmağınız ən birinci, ən vacib şərtdir, ən vacib amildir. Daha sonra ona gözəl və məntiqi oyunlarla onun inkişafına, əqli inkişafına təkan verə bilərsiniz. Görə bilərsiniz. Uşağınızı idmana, üzgüçülüyə, yəni təbii ki, çox belə böyük fiziki güc tələb eləməyən idman növlərinə göndərə bilərsiniz. Hansı ki, bu uşağınızın çox kiçik aylarından düzgün sağlamlığının düzgün formalaşmağına, düzgün şəkildə böyüməyinə kömək edə bilər. Əlbəttə ki, bir uşağın əsas tərbiyəsi yeniyetməlik dövrünə çatana kimi edilməlidir. O vaxta kimi əgər siz geciksəniz, artıq ondan sonra sizin nə dediyiniz belə hətta önəmli deyil. Bir çox hallarda, 90% hallarda siz o uşaqlara təsir edə bilməyəcəksiniz yeniyetməlik dövründə. Yeniyetməlik dövründə bir uşağın, bir yeniyetmənin aurası tam fərqli olur. Yəni o dövrdə ona təsir etmək 90% mümkün deyildir. Həmin uşaq özünü toxunulmaz sayır, özünü ən ali varlıq sayır hətta və o halda artıq biz gecikdiyimizi hiss edirik. Təbii ki, uşağın əsas tərbiyəsi yeniyetməlik dövrünə kimi olmalıdır, amma bu o demək deyil ki, biz yeniyetməlik dövrünə çatandan sonra onun tərbiyəsini buraxmalıyıq, özü istədiyi kimi hərəkət eləməlidir, bizim verdiyimiz tərbiyə kifayət edir. Biz uşağı daim nəzarətdə saxlamalıyıq, tez-tez onun dərsləri ilə, müəllimi ilə əlaqə saxlamalıyıq. Uşaq özünü necə aparır? Ona biz əgər bir nöqsanı varsa necə cəzalandırmalıyıq? Təbii ki, fiziki şiddət göstərmək heç vaxt düzgün deyil, heç bir halda. Bir yeniyetmənin evdə və məktəbdə olan davranışları çox vacibdir. Onlara diqqət etmək çox vacibdir. Hətta onların baxdığı filmlər, onların çəkdiyi rəsmlər, bunlar sizə bir çox hallarda müəyyən bir fəlakəti öncədən xəbər verə bilər. Oyunlara meyl etməkdən qoruyun. Bir çox döyüş oyunlarıdır, azart oyunlarıdır. Bunlar uşağın gələcəyinə, psixi durumuna və əqli düşüncə qabiliyyətlərinə çox böyük ziyanlar vura bilər. Hətta elə hallar olur ki, oyunda məğlubiyyətlə barışa bilməyən uşaqlar silah və yaxud da digər vasitələrlə gedirlər. Oyunçunu, öz rəqiblərini real həyatda öldürürlər və yaxud da ona xəsarət yetirirlər. Uşaqlarınıza kömək etməyin, ona zərərli vərdişlərdən, pis oyunlardan, pis hobbilərdən qorumağın ən əsas yollarından biri. Onun maraq dairəsini kəşf etmək, uşağım nəyə maraq göstərir, gələcəkdə nə ola bilər, bu hansı peşəyə uyğundur, bunun hansı istedadları var, kimi düşünüb, özünüzə sual verib, o suallara cavab tapıb uşağınıza kömək etmək, xüsusi qeyd edirəm, kömək etməkdən keçir. Yəni, onun əvəzinə özünüz təbii ki, qərar verməli deyilsiniz. Uşaqlarınızla çox tez-tez tərbiyəvi söhbətlər aparın, hətta hər gün. Əgər tələb olunursa, gündə bir neçə dəfə. Çünki bu çox vacibdir, həddən artıq. Sizin düşündüyünüzdən qat-qat vacib bir məsələdir. Bu sizə uşağın maraq dairəsini kəşf etməyə, onun gələcəkdə hansı təhlükələrin gözlədiyini, hətta indidən kimlər tərəfindən bəlkə şiddətə məruz qaldığını, bəlkə bir problemin olduğunu kəşf edə bilərsiniz. Çalışın ki, valideynlə övlad arasında bir səmimilik bağı olsun. Bir övlad öz valideyninə onun yaşadığı bir problemi öncədən deyə bilsin. Bir çox hallarda biz övladlarımıza aqressiya göstəririk, hər hansı bir səhvini cəzalandırırıq, ən kiçik səhvlər belə. Bu da özünə qapanıqlıq, asosiallıq, valideynlərə qarşı itirilən güvən hissinə və hətta uşağın çox tez yaşlarında sınmağına, onun özünə qəsd imkanlarını artırmağa və bir çox başqa problemlərə yol aça bilər. Çalışın uşağınızı sosial şəbəkələrdən biraz uzaq tutun. Nəyə görə? Çünki hal-hazırda sosial şəbəkələrdə bir çox hallarda
uşaqlar üçün yaradılmış olan kontentə çox nadir hallarda rast gəlmək olur. Maarifləndirmək üçün yalnız özünüzün seçdiyiniz mövzular ətrafında YouTube təbii ki platformasından istifadə edərək uşaqlarınızı maarifləndirmə edə bilərsiniz. Amma sosial şəbəkələrdə biraz bu çox çətindir. Sosial şəbəkələrdə gündəmdə olan bir çox mənfi xarakterli kontent uşağınızın tərbiyəsinə çox mənfi təsir göstərə bilər. Biz valideynlə uşaq arasında olan münasibət mövzularını toxunduq. İndi də müəllimlə uşaq arasında olan münasibətlərə toxunaq. Bir müəllim və bir şagird özünü məktəb və təhsil nizamnaməsində olan qaydalara uyğun aparsa, təbii ki, heç bir problem yaranmayacaq. Amma təbii ki, bütün insanlar eyni deyil, bütün insanların psixologiyası eyni deyil və ona görə də bir çox hallarda müəyyən kənara çıxmalar olur. O kənara çıxmaların amplitudası böyük olduqda isə belə bir problemlər yol aça bilir. Müəllimlər uşaqlarla mümkün qədər xoş rəftar etməli, mümkün qədər onların psixologiyasını tutmalılar. Bu başlayır ibtidai sinif müəllimindən ta ki böyük siniflərdə istəyən müəllimlərə kimi hamısına aiddir. İbtidai sinif müəllimi uşaqlara ya ikinci ana ya da ikinci ata olmalı təbii ki. Çünki uşaqlar evdə keçirdiyi vaxtdan da bir çox vaxtdan da çoxunu həmin müəllimlə keçirdilər və o müəllimin psixologiyası, o müəllimin davranış tərzi uşaqların şuurunda, uşaqların psixologiyasında çox böyük rol oynayır. Və sinif müəllimi, ibtidai sinif müəllimi uşaqlarla o bağı qura bilmədikdə artıq başlayır həm dərs tədrisində, həm də ki tərbiyə tədris metodunda müəyyən axsamalar yaranmağa. Yeniyetməlik dövründə isə xüsusilə bu dönəmə çox diqqət yetirmək lazımdır ki, bu dönəmdə uşaqların artıq şəxsiyyəti formalaşır. Onlar keçirlər yetkinliyə. Bu dövrdə uşaqlara qarşı xüsusilə diqqətli olmaq lazımdır. Onlara qarşı edilən təhqiramiz ifadələr, onlara qarşı əsəbdir, sonra belə bir stres yarada biləcək müəyyən şeylər qətiyyən yol verilməzdir. O davranışlar qətiyyən yol verilməz davranışlardır. Yeniyetmə deyəndə təbii ki, biz ağlı başında olmayan, yalnız və yalnız, necə deyim, öz hissiyatı ilə, hissləri ilə qərar verən bir şəxs nəzərdə tutmuruq. Amma bu dönəm çox təhlükəlidir. Yeniyetmənin üstünə düşən bir vəzifə də ondan ibarətdir ki, yeniyetmə məktəbdə hər hansı bir problem yaşandığı halda onu gəlib valideynlə müzakirə etməlidir. Valideynə həmin problemi bildirməlidir, qorxmalı deyil. Təbii ki, bunun üçün də qeyd etdiyim kimi səmimi mühit olmalıdır övladla valideyn arasında. Və bu problem təbii ki, öncədən bildiriləndə valideyn gedir, müəllimlə məsələnin birinci yolunu qoymağa çalışır. Yox, əgər bu alınmırsa, təbii ki, buna baxan hüquq mühafizə orqanları var və həmin hüquq mühafizə orqanları təbii ki, bir çox hallarda bu məsələni yoluna qoyur, problemi ortadan qaldırır. Əgər bu da işə yaramazsa, əgər bu halda keçməzsə, daha yüksək instansiyalar var. Hətta cənab prezidentə kimi gedib çıxmaq olar. Yəni, heç kəs başqasını öz mühakimə yolu ilə, özünün mühakiməsi yolu ilə mühakimə edib onun haqqında qərar çıxarda bilməz. Yəni, bu qanunvericilik tərəfindən təbii ki, yasaqlanır. Buna qadağa qoyulub. İndi isə əziz valideynlər, keçək silahla davranış qaydalarına. Əgər sizin evdə silahınız varsa, bunu qanunvericiliyə görə 2 dənə seyfdə saxlamalısınız. Bir seyfdə sizin öz silahınız olmalıdır. Boş daraqla, gülləsiz halda. Başqa bir seyfdə də sizin güllələriniz olmalıdır. Və hər ikisi qıfıllı olmalıdır.
Təbii ki, o qıfıl uşaqlardan gizli bir yerdə olmalıdır ki, o uşaqların silaha gedib əli çatmasın. Uşaq psixologiyasıdır. İndi bir çox valideynlər təbii ki, uşaqlarını oturdub özləri ilə bir yerdə türk seriallarına, xarici seriallara baxdırırlar. Həmin seriallarda da bir çox hallarda yeniyetmələr valideynlərinə qarşı çıxır, öz azadlıqlarını tələb eləyirlər və başlayırlar, məsələn, valideynlərin qərarlarına qarşı hörmətsizlik etməyə, onlara qarşı belə deyim, qulaq asmamaq kimi, qapını çırpmaqdır, belə bir küsüb getməkdir, belə bir səhnələr var həmin seriallarda. Hətta deyərdim ki, uşaqlarımızın tərbiyəsini pozan birinci amil elə o seriallardır. Əgər siz evdə televizora baxırsınızsa, çalışın ki, uşaq üçün ayrı bir televizor alın, onun üçün ayrı bir proqramlar quraşdırın. Yəni, bir uşağın sizlə bir yerdə oturub seriala baxmağı artıq bir fəlakətdir. Bir çox valideynlər buna ötəri yanaşırlar. Həmin serialda 18+ səhnələr ola bilər. Həmin serialda etika çərçivəsindən kənar sözlər, qaydalar, hərəkətlər ola bilər və o uşağınızın beyninə, uşağınızın şüurunun altına yazıla bilər. Bildiyimə görə həmin silahlı insident nəticəsində yaralanan müəllimə sağdır və müalicə alır. Uşağa yəqin ki, inzibati cəza kəsiləcək, uşağın valideyninə də cəza kəsiləcək. Amma bir iş işdən keçəndən sonra bu cəzaların heç bir əhəmiyyəti qalmır. İndi bu mövzu ilə əlaqəli olan daha bir mövzu var. Gəlin ona da bir qısaca nəzər yetirək. Deməli, 10 uşaqdan hamısının ağlı bir deyil. Hamısının həvəs dairəsi eyni deyil. Biri oxumaq istəyəcək, biri idmançı olmaq istəyəcək, rəssam, musiqiçi, fərq etmir. Biz hamısını götürüb eyni qəlbə uyğunlaşdırmağa çalışırıq. Məcbur eləyirik ki, bizim uşağımız bütün dərslərdən 5 alsın. Və yaxud da əla qiymətlərlə və ya 4-lə 5-lə oxusun. Bu mümkün deyil. Bununla barışın. Elə uşaqlar var ki, onların oxumağa qətiyyən həvəsləri yoxdur. Amma heç nə bilmədən də, primitiv AB-ni və yaxud da hesab əməllərini bilmədən də bu dünyada yaşamaq çox çətindir. Elə uşaqlarınızı öncədən görün və həmin uşaqların həvəs dairəsini müəyyənləşdirin. Bəlkə həmin uşaqlar hansısa bir, onlardan biri aktyor olacaq, bəlkə futbolçu olacaq. Onu müəyyənləşdirəndən sonra çalışın bir ata, bir ana kimi onun arxasında durun. Onun qərarına hörmətlə yanaşın və o da gələcəkdə sizə təşəkkürünü bildirsin. Elə uşaqlar var ki, 13, 14, 15 yaşlarında artıq öz valideynlərinə oxumuram, mən oxumayacağam. Yəni, mənim üçün pul sərf etmə, mənim tutma, mənim üstümdə əziyyət çəkmə deyib öz qərarlarını verirlər. Bu halda biz onları müəyyən bir sənətə, müəyyən bir sahəyə yönləndirə bilərik. Çünki biz yada salmalıyıq ki, biz uşağımızı nə üçün oxutdururuq? Biz onun gələcəkdə çörək pul tapması üçün, özünə bir ev eşik eləməsi üçün, gələcəyini qurması üçün oxuduruq. Əgər onun gələcəyi seçdiyi sahə ilə və yaxud da peşə ilə və yaxud da hansısa bir sənətlə düzgün, gözəl şəkildə alınacaqsa, bu bizim üçün fərq etməməlidir ki, biz onu hansı sahəyə yönəlmək istəyir. Elə uşaqlara məcbur edib onları 11-ci sinifə kimi oxutdurmaq, instituta qəbul elətdirmək bu biraz düzgün deyil. Təbii uşaq səhv eləyə bilər öz seçimində. Amma o səhvi onu izah edib yolundan döndərə bildiniz. Yox, əgər qərarlıdırsa, məsələn, mən deyək ki, maşın ustası olacağım. Onun xeyri yoxdur, siz onu göndərin, istəyirsiniz universitet oxutdurun, istəyirsiniz aspirantura, doktorantura oxutdurun. Ondan sonra gedib ola bilsin ki, yenə o boyda zəhmətdən sonra gəlib maşın ustası ola bilər. Çalışdım mövzunu bacardığım qədər geniş əhatə edeyim, amma bəzi şeylər unudula bilər, bəzi şeylər nəzərimdən qaça bilər və yaxud da dağınıq ola bilər müəyyən informasiya.
Ona görə də əgər əlavələriniz varsa, təbii ki, kommentlərdə bildirə bilərsiniz. Sonda əziz valideynlər, çalışın uşaqlarınıza gözəl təhsil verməklə bərabər ən birinci gözəl əxlaq verin, gözəl tərbiyə verin, onlara mərhəmət öyrədin, insanları sevməyi öyrədin. Bunları öyrətsəniz, əmin olun ki, uşağınızın gələcəyi çox parlaq olacaq. İzlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Vətənə, millətə, cəmiyyətimizə xeyirli övladlar bəxş etmək ümidi ilə. Xoşça qalın.